Mənim pulum. Mənim pulum. İstəmirsən sənin pulla maşın almaq olur. Maşın nədir? Maşın heç təkərini alanmazsan. Yaxşı. Aha. Sənin pulunla özümə bir dənə marketdən bir dənə çörək, kolbasa Yox, ala bilmərsən, bilərəm. ala bilmərsən. Niyə ki? Sənin pulunla ət almaq olar 15 kilo. 15 kilo ət, Hə, 15 məzələn kilo. heç ətin sümüyünü alanmazsan. Qaldı ki, ətin özünü alasan. Amma bunda nədir? Heç iyniyənməzsən. Məsələnmi? Sənin pulunla özümə bir dənə futbola geyinməyə krossovka ala bilərəm. Ala bilmərsən. Ala Qazaq bilmərəm, qıysın ala bilmərsən, ipini ala Hə, mən bilmərsən. bundan sonra atacağam. Sənin pulun 15 qəpidir. Sırf 15 qəpik. Yox, 15 qəpik deyil. Sən pulun, qardaş, nədirsə, Hə. sən pulunla yaxşı bir dənə kibrit ala bilərəm, kibrit. Yox. Alamırsan. Məzələnmə də da. Çox sən iynəyə bilərsən Ala ancaq. tutmuşam, mən atacağam. Sənin pulun 3 qəpidir, 100 rəmi. Yox, 3 qəpik də deyil. Məncə sənin pulun 5 qəpikdir. 5 qəpik. Sənin pulun 5 qəpidir. Yox, sənin pulun 5 qəpikdir. Yox. Sənin pulun 5 qəpikdir bəs. Ayda. Sırası. 5 qəpik. 5 qəpik sakız almaq olur axı hələ bir. 5 qəpiyə kibrit də almaq olur da. 5 qəpik kibrit almaq olur. Sen neçə qəpiyin var? 10 qəpik. Məndə 10 qəpikdir bu arada.